Salam əziz abituriyentlər, hər birinizi xoş gördüm. Bugün yenə ixtisas seçimi haqqında danışacağıq və geniş şəkildə, kütləvi olaraq danışacağım. Səbəb ondan ibarətdir ki, bəzi nüanslar məni həqiqətən narahat edir. Keçən ilki hadisələrin eyni tipik vəziyyəti yaranıb. Nədən ibarətdir? Valideynlərdə bir problem var. Nədir? Valideynlər daimi olaraq TikTokda izləyirlər, TikToku yuxarı aşağı edirlər və orada bu dəqiqə mən deyim sizə 50-dən yuxarı ixtisas seçimi eləyənlər var və 50-si də TikTok fenomenləridir. Necə? Baxın, müəllim ola bilərik. Hər şeyin bir yeri var. Müəllim adını istifadə eləyib hər hansısa bir kurs naminə, hər hansısa bir iş naminə qurban etməyək. Həqiqətən müəllim şərəfli addır. Və sırf ixtisas seçimində pul və qazanc var deyə valideynlərimizi aldadmayaq. İnanın, mən bir çox kursların adlarına fikir vermişəm. Diaqnostik İnnovasiya Mərkəzi, Diaqnostik İmtahan Mərkəzi adından istifadə edirlər. Nə bilim, diaqnostik internet mərkəzi. Belə bir şeyləri yaradıblar. Nəyə görə? Sırf baş üç hərfi D, İ, M yazılsın, DİM yazılsın. Bu yazıya görə bunlar bu işləri görürlər. Sizdən xahişim, əziz valideynlər, siz övladınızın gələcəyini TikTok fenomenlərinə yox, həqiqətən işini bilən, işini eləyənlərə etibar eləyin. Bax, buna diqqət edin. Çünki bəziləri xarici dövlətlərə uşaqları göndərən yerlərdir, kurslardır, təşkilatlardır. Yəni, bunu eləyirlər. Niyə? Pulsuz ödənişsiz təhsil, Ukraynada təhsil, Rusiyada, Gürcüstanda, Türkiyədə, nə bilim, Avropa ölkəsində, filan yerdə hamısına biz deyir, atestatla göndəririk, oxuyursan, qayıdırsan. Ondan sonra valideynlər düşür problemə ki, bəs bunun Təhsil Nazirliyində təsdiqi varmı? Həmin universiteti Təhsil Nazirliyi qarşılıqlı əlaqəsi varmı? Nə bilim, peçatı olacaqmı? İşlər baş ağrısıdır. Bu işlə məşğul olan təşkilatlar və kurslar Dövlət İmtahan Mərkəzinin adını qısalmış formasında içində başqa adlar yaradaraq sırf 3 hərf yaransın deyə D, İ, M, DİM sözü yaranacaq deyə ona adlar fikirləşib qoyurlar. Və valideynlər də TikTokda izahlı baxırlar və kurslar da, sadəcə kurslar da, onlar məktəb təhsili vermir. Heç inanın, çox kursların məktəb proqramından xəbəri belə yoxdur. Həqiqətən deyirəm, özlərindən Amerika kəşf edib, dərslər seçirlər və uşaqlar zəif bal yığdığı təqdirdə tez bunların işi nədir? Xaricə göndərək pul qazanır. Və ixtisas seçimini də eləməyə niyə girişiblər? Deyim, onlara əsas lazım olan odur ki, onların balı universitet balına uyğun olmasın. Və onlar bunları təklif edib, atestatla xaricə göndərsinlər və pul qazansınlar deyə bir iş qurublar. Əziz valideynlər, ixtisas seçimini zarafat bilməyin. Əgər bu gün uşaqlar imtahan verirsə, bu uşaqların verdiyi imtahanın dəyəri qədər həmin bu ixtisas seçiminin də dəyəri var. Baxın, mən sizə izah edirəm. Dövlət İmtahan Mərkəzinin buraxdığı Abituriyent jurnalında, Ballar jurnalı, Plan Yeri jurnalı, bax, bütün hamısı əsasdır. Sonra ortalama statistika, balları kim hansı aralıqda yığıb, onların statistikası. Bütün hamısı dəyərlidir və bu jurnallara həqiqətən mütləq ehtiyac var və bütün jurnallar üzərində işləmək lazımdır. Dövlət İmtahan Mərkəzinin ayırdığı plan yerlərində diqqətli olmaq lazımdır. Valideynlərə belə deyim ki, qoyurlar qabaqlarına yalandan bir dənə bu jurnalı, bütün kurslar edir bunu, bu fırıldağı. Bəzi müəllimlər də var, məşhuruq və beləyi istifadə edirlər vəziyyətdən. Amma yadda saxlayın, nə Dövlət İmtahan Mərkəzi təhsil ekspertini təsdiqləmir, nə Dövlət İmtahan Mərkəzi hansısa bir mütəxəssisi təsdiqləmir. Yəni, çıxışa da fikir verdinizdə, Məleykə xanım dedi ki, mən bu hələ başa düşə bilmirəm ki, bu ekspertlər və mütəxəssislər haradan meydana çıxıblar. Baxın, əgər mütəxəssis axtarırsınızsa, təhsil şöbələrinə yaxınlaşın, rayon təhsil şöbələrinə. Orada aparıcı mütəxəssislər var. Görün, onlar neçə ildən sonra o adı qazanırlar. Sonra DİM-ə yaxınlaşın. Deyin ki, bu ekspertlər haradan çıxır, kimlər düzəldib bunları. Yəni, görün, o faktor bu səviyyəyə, bu adadır, layiq olmaq üçün insanlar nə qədər mübarizə aparır. Mənim özüm şəxsən, belə deyim, metodist işləmişəm. Aparıcı mütəxəssis məndən yüksək bir pillə idi. Mütəxəssislər mənlə eyni statiyadaydılar və mən də metodist işləmişdim.
Həmin dövrdə Qobustan rayon təhsil şöbəsində. Yəni bu ad üçün biz mübarizə aparmışıq. İllərlə müəllim işləyirsən, bu ad üçün mübarizə aparırsan və kimlərsə heç bir halda işləmədiyi halda, bu vəzifəyə sahib olmadığı halda bu addan istifadə edirlər. İnanın Allaha, mənim özüm onda qabağıma qoyum ki, mən təhsildə işləmişəm, metodistəm, onu reklam edeyim. Nəyə lazımdır bu? Bu adlara ehtiyac yoxdur. Həqiqətən, ehtiyac bilirsiniz nəyə var? Ehtiyac uşaqların gələcəyidir. Əziz valideynlər, öz övladlarınızın gələcəyini hər hansısa TikTok fenomeninə yox. Baxın, bütün günü TikTokda videolar atırlar. Siz niyə nəzarət eləmirsiniz onlara? Baxmırsınız. Əgər bunun işi varsa, həqiqətən işini görürsə, niyə görə bu səhərdən axşama kimi TikTokda oturur? Səbəb nədir? Yəni, bütün illərinə baxın, elə uzun illərdir bu vəziyyət belə də gedir. TikTok yaranandan, belə deyim, çoxsu reklama görə bunu eləyirlər. Və valideynlərin də çoxsu fikir verir, amma qoşulurlar, məsləhət alırlar. Ay qardaş, onların özünə məsləhət verən lazımdır, əzizim, gözəl insan. Onlar ixtisas seçimi nədir, hələ hərflərini bilmirlər. Sadəcə sırf pul var deyə, bilirsiniz nəyə arxayındırlar? Deyim sizə. Sizin balınız deyək ki, 400 baldır, 100% nəticə göstərsin deyə, ən axırıncı yerə bir rayonu və ya bir özəl müəssisəni, Yazıcı Universiteti getdi, girdi. Əsas odur, pul bizdə qalsın. Amma valideynlə ətraflı şəkildə izah yoxdur və uşağın o istədiyi, mən həmişə şagirdə bilirsiniz nə sual verirəm abituriyentə? Nə olmaq istəyirsən? Gələcəkdə özünü necə görmək istəyirsən? Hansı səviyyədə görmək istəyirsən? Sən gələcəkdə özünü hansı peşənin sahibi kimi təsəvvür edirsən? Çünki onun fikrini almalıyam ki, sevdiyi peşənin sahibi olsun. Və bal xatirinə nə gəldi yazın, bu universitetə girsin deyə bir iş görmürəm. Bəzi valideynlər var idi ki, həqiqətən, baxın, indi bu dəqiqə TikToku açırlar çoxsu, 70-dən yuxarı ixtisas seçimi eləyənlər var. Hamısı da özünü müqəddəs hesab edir ki, yəni bizdən yoxdur. Amma gəl, qabında bax, heç nə yoxdur. Qabına baxsan, heç nə yoxdur. Çoxsu da kursdan başqa heç aranı görməyib. Dövlət İmtahan Mərkəzi keçirdiyi heç bir tədbirlərdə iştirak eləməyib. Heç bir tədbirdən xəbəri yoxdur. Və imtahan qaydalarına ümumiyyətlə xəbərləri yoxdur. Necə xəbərləri yoxdur? Jurnallar ərinə bir-iki cümlə əzbərləməyə çalışır ki, bununla özünü reklam eləsin. Bunlar doğru düzgün işlər deyil. İxtisas seçimi, baxın, önəmini sizə izah edeyim. İxtisas seçiminin önəmi odur ki, bu uşaq universitetə verir. Misal üçün, keçən il bir hadisənin şahidi oldum. 587 bal yığan şagird, abituriyent seçimi biri eləmişdi ona, eləmişdi. Səhv kodlaşdırmaya görə uşaq qaldı boş qalan plan yerlərinə. İkinci mərhəliyə. Abituriyent yerdə jurnal çıxdı, boş qalan yerlər. Həmin bu balla bu uşaq orada mübarizə apardı. Həmin o uşağı biz sardan tanıyıram. O uşağa yazını mən kömək elədim. Sadəcə adını bildirmək istəmədi, utandı deyə reklamını vermədim. Əslində reklam verə bilərdim ki, yəni mənim nəticəmdə qəbul oldu. Bir yer var idi, o uşaq həmin yeri tutdu. Amma bugün həqiqətən biabırçı vəziyyətdir. Valideynləri bu fırıldaqçıların əlindən qutarmanın tək yolu odur ki, TikTokda reklam eləyənlərə çox aldanmayın, əziz valideynlər. Övladlarınızın gələcəyini TikTok fenomeninə yox, həqiqətən işini bilən insanlara etibar edin. Məsələn, tək mən deyiləm, mənim kimi bir neçə müəllim var, həqiqətən bu işin peşəkarıdırlar, eləyirlər. Amma filankəs müəllim məşhurdur, o 50 nəfər qəbul olub. Elə bir qayda yoxdur axı. Deyəcəm niyəsini. Baxın, bəzi müəllimlərin reklam çarxını sizə izah edeyim, hazırlıqdan göstərəcəm sizə. Bütün hazırlığa götürdüyümüz uşaqların hamısının beyni eyni olmur ki, düzdür. Bəzisi gec götürümlü olur, bəzisi zəif olur, məntiqi fikirləri olmur, yanaşma tərzi fərqli olur. Deyək ki, bir müəllimin 30 şagirdi var, məşhur müəllim dediyimizin 30 şagirdi var. Bu il 30 nəfər abituriyent imtahan verir. Və bu 30 nəfərin içindən 20 nəfəri əla nəticə göstərir, amma bu 10 nəfərin adı ümumiyyətlə çəkilmir. Niyə? Niyəsini də deyəcəm sizə. Əgər bu 10 nəfərin içində onu da kəsilibsə, reklam nə ilə gedir? Müəllimin 20 şagirdi var idi, 20'si də qəbul oldu. Son bir dənə şuar, müəllim də 20 nəfər tap paylaşır, qutardı. Qəbul əla %100'dür. Amma soruşan yoxdur ki, bu neçə nəfərin arasında olan 20 nəfərdir. Bax,
Bu məsələmiz var. İndi DİM-in qəbul qaydası, keçən il qəbul olan uşaqlardan bir neçəsindən mən maraqlanmışam və öyrənmişəm. Universitetə qəbul olanlardan. Onlar nəticələrini bəzi müəllimlər atıblar. Baxın, görün nə eləyib həmin müəllimlər. Həmin müəllimlər sonradan özlərini reklam eləyiblər. Necə? Mənim qəbulumdur, mən eləmişəm. Amma halbuki bu adam ixtisas seçimi etməyib. Özünü reklam üçün lazımdır buna. Və nədir eşidib ki, burada yaxşı pul var da, qəşəng pul qazana bilərsən və ona görə mütləq bunun üzərinə düşməlidir. Mən də bir neçəsinin ifşasını görmüşəm. Yəni, həmin fırıldağı eləyən kurslar da var. Kurslar var ki, öz şagirdlərindən əlavə, başqa şagirdlərlə əlaqə saxlayır, qohumla, tanışla və onların nəticəsini alırlar. Deyirlər ki, sən kursa getməmisən, amma bizim kursun adından reklam eləyəcək. Və hətta reklama görə, öz reklamına görə həmin şagirdlərin valideynlərinə ödəniş eləyənlər də var. Yəni, bu cür TikTok fenomenlərinin ifşalarını eləyirəm ki, diqqətli olasınız. Və ixtisas seçimi sizin üçün nə qədər dəyərlidir deyim. Bu, uşağın taleyini həll edən bir işdir. Övladlarınızın gələcəyini TikTok fenomenlərinə və filan kəsin reklamı güclüdür, o təhsil ekspertidir, o təhsil mütəxəssisidir. Bunu sizə yadınıza salın. Məleykə xanım çıxış eləyəndə nə dedi? Dedi, mən hələ də təhsil eksperti və təhsil mütəxəssislərini tanımıram. Özlərinə ad qoyanları. Çünki bu dövlət işində işləyənlər heç vaxt özlərini belə yandırmaz. Əgər mən təhsil mütəxəssisiyəmsə, fikirləşin, mən rayon təhsilində işləyirəm. Böyük bir vəzifədir. Mən necə özümü reklam eləyə bilərəm o cür? Yəni, dövlət işində işləyirəm, mən. Durub hansısa bir işə görə niyə öz vəzifəmi açıq eləyim? Və ya mən ekspertəm Dövlət İmtahan Mərkəzində. Nətər, mən strukturumu satıram, elə bir şey ola bilər. Əziz valideynlər, bunlara fikir vermişsiniz, düşünmüşsünüz bunları. Yəni, bunlar reallıqlardır. Sizlər üçün bunları mən izah eləyirəm. Yəni, bunu düşünmək lazımdır ki, əgər mənim övladınızın gələcəyini istəyirsinizsə, həqiqətən ixtisas seçimini bacaran peşəkarlara etibar edin. Hər hansısa bir TikTok fenomeninə, hər hansısa bir ekspert mütəxəssisə yox. Ya da filankəs məşhurdur, nə qədər məşhurdur. Elə deyil. Mən həqiqətən dəyərli sözlər eşitdiyim bir-iki adam tanıyıram ki, yəni həqiqətən onlar dəyərli insanlardır. Amma onlar özlərinə də ad qoymurlar. Çox hörmət edirəm o insanlara. Şəxsən birinlə Nərmovda da münasibətim var, görüşmüşəm də, çox da yaxşı insandır. Amma onun bu işlərə ehtiyacı yoxdur. Bu yalanlara, bu töhmətlərə ehtiyacı yoxdur. O da məni tanıyır. Mən bilir ki, mən gənc bir adam kimi işimi eləməyə çalışıram. Həm tarix hazırlığım, müəllimiyəm, hazırlıqlarımı keçirəm, işləyirəm. Belə deyək ki, rayon məktəbində və ya şəhər məktəbində işləmək bunun fərqi yoxdur. Əsas işini bilmək mütləqdir. Yəni, bəziləri var ki, həqiqətən bizim müəllim adına xələl gətirə bilərlər. O xələl gətirənləri özümüz aramızdan çıxartmalıyıq. Əziz valideynlər, ixtisas seçimi çox dəyərlidir. Övladınızın əziyyətini bir anda səhv kodlaşdırmaya görə yandıra bilərsiniz. Ona görə deyirəm ki, bu yalanlara aldanmayın. Həqiqətən, ifşa elədiyim yalancılara da inanmayın. Qoşulursunuz, onlardan məsləhət almağa çalışırsınız. Nəyinə görə? Soruşursunuz ki, siz harada işləyirsiniz? Onu sual verirsiniz ona. Görürsən ki, bir kursdan bir canlı yayım açır. Bütün günü bir dənə kompüter qoyub qabağına, səhərdən axşama kimi o stolda oturur. Səhər saat 10-dan axşam saat 6-ya kimi, 7-yə kimi. Və hamıya bütün vızırğınoy məsləhətlərini verir. Amma onun da özünün məsləhətə ehtiyacı var, həqiqətən. Yəni, özünün adı ehtiyacı var. Mən fikir verirəm, mən filan yerin təşkilatıyam, beynəlxalqam, nə bilim, Avropa sayağıyam. Bunlara nə gərək var? Sən uşağın gələcəyə lazımdır valideynə. Sən qurduğun təşkilatların o valideynə nə xeyri var? Sən özüvə yer axtarırsan ki, hansı uşaqlar kəsilirsə mən oradan pul qazanım. Sənin niyyətin budur. Sənin niyyətin ixtisas seçimi eləmək deyil. Və ya hansısa bir kursdur, beynəlxalq təhsil şirkəti adından açılanlara, nə bilim, filan şeylərə
göndərişlərə, aldananlara yanında durmaq lazımdır. Lazım deyil bunlar. Bunlara ehtiyac yoxdur. Bu fırıldaqlara gərək yoxdur. Çalışın, əziz valideynlər, uşaqlarınızın taleyini, həqiqətən işini bilənlərə etibar edin. Və uşağınızın gələcəyini filan kəs məşhurdur deyə yox. Filan kəs mənim övladımın fikrini alırsa, dəyər verirsə, bəli, mən ona ixtisas seçimi etməliyəm. Niyə? Çünki o insan mənim uşağımın gələcəyini düşünür. O sualı verən hər bir müəllimə yanaşa bilərsiniz. Amma sizin övladınızın balına görə davranıb, ondan heç bir fikir almayan müəllimə bilin ki, ona ehtiyac yoxdur. O artıq özü də bilmir ki, nə işlə məşğuldur. Övladınızın gələcəyini həll edən insanlara çalışın, etibarlı insanlara yanaşın. Hər hansısa bir fırıldaqçıya yanaşıb gələcəyinizi korlamayın. Keçən il 27 min nəfər çöldə qaldı və onun 14 min nəfərə yaxını səhv kodlaşdırmanın qurbanıdır. Bu illəri, baxın, 600 bal üzəri toplayan şagirdlərimiz çoxdur. Hər bir qrupda fərqli saylar var, müəyyən saylar var. Deyək ki, 1000-in üzərində 3-cü qrup üzrədir və 2-ci qrupda da onun yarıdan çoxu qədər var. 4-cü qrupda bu 3-cü qrupun 1/4 qədəri var və 1-ci qrupda isə bu say tən yarıdır. Yəni bu şeylərə diqqətli olun valideynlər, əziz valideynlər, şagirdlərinizi, övladlarınızın gələcəyini həqiqətən etibarlı ixtisas seçimini edən müəllimlərə əmanət edin ki, gələcəkdə sizləri aldatmasınlar. Və bugün bəzi qeydiyyatçıları deyəcəm sizə, bəzi fırıldaqlarını, yerlərimiz dolur, tez eləyin, ödənişlər eləyin, sizə yerləri yazırıq. Nə yer yazırsan? Nə yer yazılır? Pulları bəri başdan 100 manatdan ödəniş eləyin, 100-ünü də qəbulda verərsiniz. Niyə? Nəyə görə pul verməlidir ki, hələ sənə? Hələ sən bir nə iş görmüsən ki, bu müəllim sənə pul versin. Valideyn sənə pul versin. Niyə? Niyə ödəməlidir? Harada görsənib ki, bu qeydiyyata görə sən bəri başdan pul alıb qeydiyyat edirsən? Nəyin qeydiyyatıdır bu? Nəyin puludur? 600 bal toplayandan 200 manat pul istəyir. Ondan aşağı toplayandan 300 manat pul istəyir. Harada görsənib bu? Yəni bu valideynlər də deyir ki, oyda nə qədər çox pul istəyirsə, bu o qədər məşhurdur ki, o qədər məşhur deyil, o heç nə bilmir. Əslində o sənin valideyn kimi hörmət eləsə, 600 bal yığanı başımızın tacı eləyərik. 100 manata da yazarsan, niyə yazmırsan ki? 200 manat 600 bal yığandan alırsan. 300 manat hətta aşağı bal toplayanlardan alırsan. Nəyin düşüncəsidir? Və bəri başdan qeydiyyat adından 100 manatdan da pul alırlar. Valideynlərə səslənirəm, gözəl valideynlər. Baxın, bu cür fırıldaqçıları reklamda çalışan sizlərsiniz və övladlarınızın gələcəyini korlayırsınız həqiqətən. Baxın, bu cür ixtisas seçimi eləyənlər ehtiyac yoxdur. Həqiqətən işinin peşəkarlarına müraciət edin və onlar qeydiyyat adından sizdən pul alıb, onlar siz niyə eləyirlər? Sabah siz nələrisə öyrənib onlardan pulu geri ala bilməyəsiniz. Siz qeydiyyata verdiyiniz pul batdı. Nə var ki burada? Hər hansısa bir sənəd yox, bir şey yox. Nədir? Eləcə qəbzi də atdın, göstərdin, qutardı. Nə müqavilə var, nə bir şey var. Deməli, aldanmaq lazım deyil. Bəri başdan seçimi eləyirik. Məsələn, bugün seçim vaxtıdır, düzdür? Valideyni mən siyahıya yazmışam. Mənim özüm də yazıram siyahı. Amma mən pul alıb yazmıram. 30-40 nəfərim var deyək. Yazmışam adlarını. Bilirəm ki, onlar əsaslı, birinci. Tamam, onları eləyəcəyik və eləyəndə görüntülü yığıram axı şagirdi. Ən azı bir 40 dəqiqə şagirdlə söhbət aparam, onun fikirlərini alıram və yazıram, göstərirəm ki, artıq mən yaza da deyirəm ki, valideyn zəhmət olmasa indi ödəniş eləyin. Valideyn də ödəniş eləyir. Qəbuluma da qarantiya verirəm ki, narahat olmayın, qəbul prosesi 100% olacaq. Mən heç vaxt özümə problem yaratmaram. Niyə? Çünki mənim səhifəmdə keçən qəbulları da var. Uşaqlar əgər məndən narazı olsalar, mənfi rəylər çox olardı. Amma şükür Allaha ki, mənim elə üz qaraldıcı işlərim yoxdur. Allaha çox şükür, mən həqiqətən, əgər uşağın şansı yoxdursa, mən yalandan ona nə isə tələb etmirəm.
bəri başdan hər şeyi izah edirəm. Məsələn, olur ki, universitetə düşə bilmirsə, deyirəm ki, baxın, universitetə düşmə şansı azdır, 20%-dir. Gəlin bunu kollecə yazaq, subbakalavr eləsin, sonradan təhsilini davam eləsin. Və ya balı peşə məktəbindən çatır, deyirəm yazaq ali peşə məktəbindən balı çatır, oradan yenə subbakalavr eləsin, davam eləsin. Və ya ümumiyyətlə heç nəyə balı çatmırsa, deyirəm istəyirsinizsə elə belə yerlər yazaq, amma yəni düşə bilər. Valideynə deyir ki, yox, müəllimə ehtiyac yoxdur, gələn hazırlaşsın. Bu da olur. Bütün bu prosesləri izah edirəm. Və əziz valideynlər, çalışın, hər fırıldaqçıya aldanmayın. Hər bir şagird ikinci şansa sizlərə uğurlar arzulayıram. İnanıram ki, öz nəticənizi, öz gələcəyinizi etibarlı eləyəcəksiniz, yaxşı ballar yığasınız və həqiqətən gələcəyiniz parlaq olacaq. İzlədiyiniz, dinlədiyiniz üçün hər birinizə təşəkkür. Uğurlar daim sizinlə olsun, gələcəyiniz parlaq olsun. Təşəkkür izlədiyiniz üçün.